Cənab Prezident İlham Əliyev də daim çıxışlarında qeyd edib ki, süni intellekt gələcək inkişafın əsas istiqamətlərindəndir. Biz hər hansısa bir tapşırığı ona verdiyimiz zaman süni intellektə, o ilk növbədə virtual aləmdə nə varsa onu çıxardıb sənə təqdim edir. Tələbatlı işçi olmaq istəyiriksə, əmək bazarına işçi qüvvəsi vermək istəyiriksə, özümüz də buna uyğunlaşmalıyıq. Biz uşaqlarımızı bugün üçün yox, gələcək üçün hazırlamalıyıq. Bizdə sadəcə bu yardımcı olacaq. Heç vaxt bizi əvəz edə bilməz insan məsələsidir. Çünki ona tapşırıq verən bizik. Biz ona tapşırıq verirsə, o bizi əvəz edə bilməz.